hibrid, bir də plug-in hibrid anlayışları var indi. Ümumiyyətlə bu nədir ümumiyyətlə? Yəni və bunun bizə gələcəkdə siz bayaq demişdiniz, 5 ildən 6 ildən sonra nəsə problem yarada bilər. Bu nə problem yarada bilər bu bizə? Deməli, ümumiyyətlə belə dərindən düşünsək, dünyada hər şeyin bir məktəbi var. Məsəl üçün, heç kəs deyə bilməz ki, almanlar bizdən yaxşı qəzəl deyir. Düzdür? Düzdür. Və yaxud da ki, heç kəs İbn Sinanı bugün demir ki, İbn Sina deyilən bir şey olmayıb. Avropada o Avicenna kimi keçir və müasir tip onun üzərinə oturur. Amma əgər ki, bir şeyin ardıcıllığı yoxdursa, o zaman o xətalıdır. Dünyada tək ardıcıl və belə deyək də, müqayisədə qüsursuz Alman sistemi olub indiyənə qədər.